Sənin bir dənə qardaşın var artıq. Söz aramızda anıma demə. Yox, mənim öcək qardaşım var. Öcək yox, atadan birdir, prosta anadan ayrıdır da. Qardaşındır. Qəşəng də ad da qoyulub ona. Qəşəng böyük uşaqdır, qəşəng gələcək səninlə oynayacaq. Adı da Kokodur. Hələ bir dəqiqə yatır. Ko nədir ayət? Meksikalıdır bu. Meksikalı, mən vaxtı Meksikaya gedəndə elə bir ki, biraz şuluq eləmişəm, gəlmişəm. Sonra indi Qaradacaq. Şeydir, boz adamdır, bozdur. Qaradacaq. Yeni aləmimizin üzvü Koko artıq bizimlədir. Hüseynə bugün möhtəşəm bir sürpriz eləyəcəm. İndi bilirsiniz ki, son zəngidir. Atyon da Koko dayanmır. Son zəngidədir bu deyil. Bəli, Yusif bunun adını artıq qoydu, Koko qoydu Koko. adını və bir yerdə dayanmayan bir şeydir. Və Şotlanddır dostlar bu arada. Çox dəcəldir, bu və neyini? dəcəldir, bir yerdə dayanmır. Hüseyn çox sevir pişikləri və bugün ona böyük bir sürpriz edirik. Yusiflə bir yerdə. İndi hardasa bir saat azada gələcək. Və bugün o pişiyi görəcək və dəl olacaq həqiqətən də. Yusiflə arası yoxdur bu arada. Mən ucuma gələn kimi şey Yusif dəlbə götür işləyəcəksə. Burada erkəkdir dostlar bu arada. Erkəkdir Koko. Ne belə? Bu çox yaman oldu. Nə sən Koko? Bəli. Yusif Hüseyn telefon gətir Hüseynə zəng elə ki hardadır. Hüseyn gələnə kimi bizi bu öldürər. Hüseynin başını oynatacaq. Ola, bu Hüseyn deyir ki, öldürər. pişik olsun mən baxacam. Hüseynin artıq 16 yaşı olduğuna görə artıq bir məsuliyyət ona yükləyirəm. Bu pişiyi ona verəcəm və bu pişiyə baxacaq və buna baxmaqda elə bir şey olmayacaq. Çox çətin. Həqiqətən də heyvanları da çox sevir. Dostlar, bunun şəklini göstərdim. Bir nəfərdə idi bu pişik. Çox sevdi. Dəli oldu pişik üçün. Mən də dedim ki, bunu sürpriz eləyim Hüseynə və bu pişiyi onun üçün gətirim. Ala videoda deyəndə biz video, sən videolarımızın kralı olacaqsan. Sən bu niyə belə eləyirsən? Ay Koko. Belə böyüyəcəksən. Koko. Cıq qəşəng gözləri var dostlar. Bir dənə gözlərinə baxın. Bir dənə onun gözlərinə baxın. Nə qəşəng gözləri var bunun. Ay Koko, ay Koko. Bəli. Bu arada 45 günlükdür. Hardasa 40 günlükdür belə təxmini. Elə Hüseynin özünə oxşayır. Adama çox sərt baxır ha. Çox qəşəng gözləri var. Gözləri çox gözəldir dostlar, həqiqətən. İyi də ki, çox gözəl iyi var da dostlar. Gül iyi gəlir. Baxın, peyvəndə olunub və dərmanlara atılıb. Sadəcə baxmaq lazımdır, oynatmaq lazımdır. Oynamağı sevir dostlar. Yəni bir yerdə dayanmır. Dayanmır da, yəni ki, ancaq oynamaq istəyir. Hələ ki dayanıb. Hə, indi alışın. Ha, nə alışın? Hələ ki dayanıb orada qalır. Ha, Də mikrofonla oynasın. Və bığları niyə sarıdır? Sarı bığdır dostlar bu arada. Hüseyin kimi sarıdır. Həqiqətən də bığları sarıdır və Hüseynə bir dənə zəng eləyək görək hardadır. Dostlar, Hüseyn elə gəlib bunun üçün gedib yəqin ki, nəsə almalıdır, yer almalıdır. Yoxsa bizim başımıza bu evdə oyun açar. Yatdı ata. Yatır gözlərini bağlayır, açır. Bax, yatdı yenə. Yatır. Rahatlıq tapdı mənim qucağımda. Müəllimə yığıram. Görək Hüseyn müəllim gəlirmi? Alo. Açdı. Salam Hüseyn müəllim. Neyini saat da? Gezib girədim. Hardasan belə? Uşaqlarla sonra yenə biraz var çıxmışam. Bir 20 dəqiqə 30 dəqiqə fırlanım gələcəm. Hə, biraz tez gəl. Məhəllədəsənsə tez gəl ata qurban. Sənə Mən sürprizimiz heç var. çatıram demək olar. Sənə sürprizimiz var, özdə şok olacaqsan. Nə sürpriz? Gələrsən, görərsən də şok olacaqsan. Zarafat edirsiniz də yəqin. Sənin bir dənə qardaşın var artıq. Özələnmə. İndi özünü tap da nədir? Qardaşım var. O vaxtı indi söz aramızda anıma demə. Hə. Deməli mən bir dənə sənin qardaşın olub, sənə boydadır elə. Bir də səndən balacadır da. Gəl həm də onunla tanış ol. Yox, mənim öcək qardaşım var. Öcək yox, atadan birdir, prosta anadan ayrıdır da. Qardaşındır. Diyan görüm evə gəldim. Diyan. Hə, gəl günən, gör günən. Özdəki çox qəşəng ad da qoyulub ona. Qəşəng böyük uşaqdır, qəşəng gələcək səninlə oynayacaq. Adı da Kokodur. Hələ ki bir dəqiqə yatır. Ko nədir ayət? Meksikalıdır bu. Meksikalı, mən vaxtı Meksikaya gedəndə elə bir ki, biraz şuluq eləmişəm, gəlmişəm. Sonra indi Qaradacaq. Şeydir, boz adamdır, bozdur. Qaradacaq. Qardaşım bozdur amma. Qaradacaq. Özü idmançıdır ya, bir yerdə dayanan adam deyil. İdmançıdır özü 10 də. dəqiqəyə çatıram. Hə, tamam, gəl. Qaradacaq.
Yatdı ya bu. Mən yanımda necə yatdı bu? Vallahi. Dostlar, Koko yatdı və indi də Hüseyn artıq gəldi. Saç duraq. Qardaşım buradadır. Gəl. Çıx buradan. Gəldi, Hüseyn gəldi. Qardaşın. Bilirəm də bunu da. O qardaşın yox, sən gəl bura. Hə. Tərəl. Məsələn bu nədir? Yatıb. Deyək, bu hardansa veriblər sizə oynatmağa da. Yox, sən üçün almışam. Mırtaşırsan? Allah haqqı. Hardan aldın bunu sən? Aldım da. Sən şəklini göstərmişdim. İlk nətər bir şey idi. Hə. Və həmin bir şeydir. Adı da Kokodur. Məsələn mi də? Və yatıb, Allah haqqı yatıb. Narahat eləmə. Allah belə. Yatmağına bax. Sevinmədin sən? La var bir dənə dostlar. Ay, sevinmədin. Amma məsələn buna sevinməmək olar. Ayda sevinməyə qalsa da ki, mən deyil də o. Gəlmisən qonşudan zaten gətirmisən, yalandan zarafat edirsən mənə. Səndir. Allah haqqı səndir. Deyə Allah haqqı. Vallahi səndir. Oynatmaq da istəmirəm, qucaqlamaq istəyirdim səni. Yatıb amma narahat eləmə də. Yəni. Gəl ki, sən buradan belə qucaqlayım. Amma neçə vaxt istəyirdim mən bir şey sənə. Bəli, artıq Hüseynin Kokosu var. Və Kokonun videolar istəyirsinizsə dostlar, like atın. Belə yatmışam, bəlkə xəbərim yoxdur, yuxu Ha, görürəm. zaman şefriyə bu. Ay, sən ata sevsən qaqaş. Yəni, sən qucağında yatsın. Yatıb. Yoruldu, bir ayaqdan çox naciz deyil. Qoy yatsın, demə. Bəli dostlar. Koko yatdı. Neçə gün idi bu? Qıza gəlsin. Gözünüzdə qoyaraq götürəcəm. Qorxma, səndir. Gəl bax, Kokoya. Devam edelim. Like atın dostlar. Like atmasa sizi dişləyəcəm. Koko dostlar. Koko bilir ki, like atın siz. Ay. Qəş like atın, ha başa düşdünüz məni. Bəli. Dostlar, indi sen nə edəcəksən? Sənin işin nədir? Məsuliyyətin var artıq sənin bir dənə. Bir dənə can sənə əmanət elədim. Bax, bu biz candır. Və bunun həyatda qalması üçün nə lazımdır elə? Baş üstə eləyərəm. Yaxşı. Elə yerə Yenə düşməsin. qaçırmaya yanma da. Mənim nəsə ağırlığım çoxdur, ona görə qaçırmaya yanma. Batil inanclarım da davam eləyir yenə də. İndi ayətə bunun qabız adı qalıb, bəlkə bunları video çəkin. gedək alağım. Gedək Dostlar, alaq. Kokonun dostlar bütün o lavazımatları yaşam üçün qumu, yeməyin zadın hamısını gedib almalıyıq. Çünki acdır. Koko baxırsınız, görürsünüz ki, yəqin ki, çox narahatdır. Bir yandan dayanmır bir yerdə. Və Hüseyn Pənəliyev kanalında o video gələcək. Kokonun video gələcək. İndi bir dəqiqə gedirəm dostlar. Gedirəm Marzoya, gedirəm hər bir şey alıram. Koko hər şey sənin üstündə Koko. Bax, nə var bir dənə. Bunlar sarıdır, bu. Qoy. Dostlar, bir dənə buna ad biz Koko qoymuşuq da. Bunun adı artıq Koko qalsın. Hə, məncə də. Amma təbii ki, bəyəndinizsə adını da. Adın bəyəndisə yorumlarda hamı yazsın ki, Koko. Çox şirindir. Koko ailəmizə xoş gəldin. Bir dənə poza dur. Biraz aşağı. Koko bax da ora. Ay Koko, bax da. Ora bax. Bəli. Ailəmizə xoş gəldin. Ailəmizə xoş gəldin, Bizim Koko. ailəmizin bir üzvüsən və gözəl günlərin olacaq buradan inşallah və bizdən birisən artıq. Çox təmiz bir heyvandır həqiqətən də, yəni Şotlanddır. Pişik bu çox təmiz heyvan dostlar. Yəni çox qəşəng heyvandır, tərtəmizdir. Yəni iynəsi vurulub, hər bir şeydə vaxtı-vaxtında. Quzum, mən maraqlı siz bu nə vaxt aldınız? Mən evdə olmayan. Mən zəng elədim, gətirdilər də. Sən gəl. Bir saat nə tər elədiniz bunu? Bir saatlıq getdim son zəng, qardaş. Gəldim evə deyir ki, qardaşım var Meksikalı. Bəli, yorumları hamısı Koko xoş gəldin. Hüseynin Kokosu. Çox şirindir ya. Bəli. Yorumlar. Koko. İndi dostlar, mənim səhifəmdə gedirik buna qəşəng ev alırıq. Evin içində ev, dünya içində dünya. Gedirik indi buna qəşəng ev alıram. Sonra qum qabı alaq, oyuncaq alaq, yem alaq. O da mənim səhifəmdə olacaq. O birisi videoda keçməyi unutmayın. Mənim səhifəmdə olacaq o videoda. Koko hələ ki kameradan qorxur, amma zamanla alışmayıb da təbii ki. Birazdan Koko bizim bütün videolarımızda olacaq artıq. Gəlin böyüyəcək, gözümüzün qabağında böyüyəcək. Bəli, hər kəs yorumlarda Koko yazsın. Özünüzdən müğayət olun, ailəmizə qoşulun, abunə olun və maraqlı ailə videolarıyla qarşınızda olacağıq. Hər birinizi sevirik, var olun, yaxşı ki varsınız. Sağ olun. Sağ olun.